Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə Əhməd Cavadın qələmə aldığı Səsli Qız poemasının izahını verəcəm. Bu poemada nələrə diqqət etmək lazımdır və oxuyarkən hansı hissələri qeyd olaraq götürəcəyimizi birazdan deyəcəm. Amma ilk olaraq əsərin adını diqqət mərkəzinə saxlayaq. Əsərin adı Səsli Qızdır və bu metonimiyanın bir növü olan sinekdoxa hesab olunur. Sinekdoxa ədəbiyyatımızda müşahidə olunub uzun bir zaman. Məsəl üçün Qasım bəy Zakinin yaradıcılığında da sinekdoxa var idi. Görsən tanımazsan yarım saqqalı, çıxıb əndazədən dövlətin malı deyib Qasım bəy Zakir bir şeirində. Orada yarım saqqal Rus əskərlərini, Rus zabitlərini nəzərə yazmışdı. İndi bu Səsli Qızda burada oxuyan bir qızın timsalını işarə eləyir. Amma bu səsli qızın kim olduğunu birazdan sizə deyəcəm. Əsərə baxaq. Əsərin üzərində rəqəmlər verilibdir dərslikdən və gəlin həmin o rəqəmləri oxuyaq, orada nədən söhbət getdiyinə nəzər salaq. Oxudum tarixlərdə qan içən bir hökmdar bir ölkəni amansız eyləmişdir talimat. 6 aydan çox sürən qanlı bir mühasirə tutulmuşdu çox acı basqına birdən-birə. 100 minlərlə atılan can yanğısı oxları dişləri ilə çeynəyib sərilmişdi çoxları. Doğranmışdı əllərində qırıq qılınc qəbzəsi, boğulmuşdu köysündə igidlərin son səsi. Yurdunu verməyənlər doğranmışdı xınha xıç, tökülmüşdü yerlərə dağ kimi qalxan qılınc. O yanda qanlı gövdə, bu yanda gövdəsiz baş. 100 minlərlə qız qadın dağılmışdı düzlərə. Ölüm rəngi çökmüşdü salaran üz gözlərə. Cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb, xanimanlar sönmüşdü. İşlənməmiş qalmadı. Bir cinayət, bir günah əzmişdi insanlığı ordusuyla padişah. Padişah nə edibdi? İnsanlığı əzmişdi ordusuyla, ordusu vasitəsilə. Haqsızlıq qanun oldu. Yıxıldı xanimanlar. Əskərsiz komandalar qırıb atdı yayını. Fələk döndərdi zəhrə bu ölkənin payını. Bu ölkənin payını fələk zəhrə döndəribdi. Gülmək zaten yox idi, ağlamaq oldu yasak. Zavallı məğlub ölkə, sənə nə hüquq, nə haqq. Hüquqlar da nə idi? Haqsızlıq idi. Birinci hissədən qeyd olunub ki, müəllifimiz tarixlərdə, yəni tarixi əsərlərdə belə bir hadisə oxuyub ki, qan içən bir hökmdar bir ölkəni amansız şəkildə talimat eyləmişdi. Və bunu talimat eləməyinin gedişatını yazır ki, 6 aydan çox sürən qanlı bir mühasirə olmuşdu. Bu mühasirənin nəticəsində ölkələr tutulur. Tutularkən çoxlu, yüz minlərlə insan vəfat eləyir, ölür və ölkənin payına fələk zəhrə döndərir. Gülməkləri onsuz da yox idi, ağlamaq da ölkə üçün qadağan olunmuşdu. Və bu ölkə əvvəl necə imiş? Cənnət kimi bir ölkə imiş. İndi necədir? İndi isə məzarlığa dönmüşdü. Və bu ölkədə işlənməmiş bir cinayət, bir günah qalmamışdı. Və şair sonunda qeyd edir ki, zavallı məğlub ölkə, sənə nə hüquq, nə haqq. Unutmayın ki, bu epik növdədir. Nəzmlə yazılmasına baxmayaraq, təhkiyə daha çox əsasdır. Düzdür, lirik təqdimat da olacaq birazdan, amma hal-hazırda təhkiyə formasında bizə təqdim olunub bu əsər. İkinci hissəyə keçək, necə olubdur? İkinci hissədə qeyd olunur ki, ertəsi gün çox erkən yuyuldu qaldırımlar. Yəni, hadisələr bir gündə baş verməyibdi, ertəsi gündə olubdur. Qaldırımlar şallaqla güldürüldü, hıçqırıqlı bir diyar. Yuyuldu divarlara sıçramış qan ləkəsi, vay səsi susturuldu, əmr edildi toy səsi. Haqqı yoxdur kimsənin söz deyib dərd açmağa, bəzənib çıxmalıydı gələnlər ağlaşmaya. Döndü oldu qəhqəhə, qan qusan hıçqırıqlar, çiçək səpəcək oldu, bütün qəlb qırıqlar çiçək səpəcək olubdu. Qan içən padişaha hazırlandı istiqbal, çıxmalısan qarşıya. İstəyir öl, istər qal. Elə bir olmamışdı. Dünənki keşməkeş də çıxdı güləş üzü ilə o bəxtəvər günəşdə.
İkinci hissədə biz nəyin şahidini oluruq? İlk hissədə həmin ölkənin necə işğal olunduğunu, necə tutulduğunu qələmə verir və həmin günü də ağlamaq onsuz da qadağan olmuşdu və həmin gün minlərlə insan öldürülmüşdü. O yanda qanlı gövdə, bu yanda qansız gövdə baş var idi, gövdəsiz başlar var idi və ölkəni məzarlığa döndərdiyini qeyd olunmuşdu. İkinci hissədə isə artıq səhərsi gündür. Qaldırımlar yuyulur, divarlar təmizlənir qan ləkəsindən və vay səsi susdurulur, toy səsi isə əmr edilir. Və kimsənin də haqqı yox idi ki, dərdini açıb danışsın. Çünki birinin oğlu ölür, oğlu üçün ağlamalıdır, icazə vermir. Birinin qardaşı ölür, birinin yoldaşı ölür, amma heç kimə söz deyib dərd açmağa icazə vermirdilər, haqqı yox idilər. Bu haqqının olmamasına onsuz da yuxarıda yenə qeyd olunmuşdu ki, sənə nə haqq, nə hüquq şair tərəfindən deyilmişdi. Bəzənib çıxmalıydı bu məğlub ölkənin insanları, gələnlər ağlaşmaya. Döndü oldu qəhqəhə, qan qusan hıçqırıqlar və bütün qəlbi qırıqlar da çiçək səpməli olmalıydı. Və budur, qan içən padişah gəlir, onun üçün bir istiqbal hazırlanır və şərtləri var qalib hökmdar tərəfindən. Qarşıya çıxmalısan. İstəyirsən öl, istəyirsən qal, amma bunu mütləq şəkildə eləməlisən. Elə bir olmamışdı dünənki keşməkeşdə. Dünənki döyüşün, vuruşu şahid keşməkeş adlandırır. Hətta günəşin belə, bəxtəvər günəşin belə qəşəng işıq salması şairi hiddətləndirir ki, çıxdı güləş üzü ilə o bəxtəvər günəşdir. İndi üçüncü hissəyə baxaq. Bütün şəhər silkinib, əsər qoymadı pasdan, yəni təmizləndi şəhər. Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Yəni ölkə yasdan çıxıbdır mı həqiqətən də? Düşmən şahın gəlişi qanuni bayram oldu. Bir çox dərdli ürəklər qanlı sevinclə doldu. Bu dərdli ürəklər də məğlub ölkənin insanlarını nəzərdə tutur və sevincləri belə qanlıdır. Qəribədir bu insan. Şair insanın xüsusiyyətini burada vurğulayıb bir psixoloq kimi. İnsan deyir qəribədir. Canını al, əlindən al. Ovucla istəyirsən, xortdat axan qanını, qoparıb əz qəlbini, əylən çırpınması ilə, sürükləyib bir yerlərdə beyninin bağası ilə, heç baxma istəyirsən. Saflığa, günaha əz, bir yırtıcı cəllad ol, doğra, parça-parça kəs. Qadınsa tut boğ onun qanqusan fəryadını, qoy çıxarsın yadından sevdiyinin adını. Qızsa at döşündə, ləhlət gün qızarında, atın döşündə, ləhlət gün qızarında, gəlin səhərraca qoy, əsirlər bazarında. Sonra çəkil uzaqdan, məğrur baxışla bir bax, görəcəksən ölənlər baldırında bağırsaq, sənin qanlı əlində bitməz qüvvə var deyə, hazırdır başlayıb dadsız gülməyə. Yəni buraya qədər 3-cü hissəsində yazılan söz ondan ibarətdir ki, əgər sən güclüsənsə, bitməz bir qüvvən varsa, qadındır, qızdır, gəlindir, istənilən zülmü onlara et, yaxud da ki, canını al, qanını al, istədiyini et də, yəni bütün pisliyi əldə elə. Əgər sənin əlində bitməz bir qüvvə varsa, o insan hazırdır ki, səni bağışlasın və sənin üzünə dadsız gülsün. Və ona görə şair qeyd edir ki, qəribədir bu insan. İnsan xüsusiyyətindəki qəribəliyi vurğulayır. Buna deməyinin səbəb var, çünki düşmən şahın gəlir və ölkədə qanuni bayram olur. Şair də buna əsəbləşir ki, necə bu dərdli ürəklərdə qanlı sevinclər ola bilər. Keçək 4-cü hissəyə. Hazırlandı baş keşiş, yəni xristian olduğu bəllidir. Meçid həyətində də eyni ilə canlandı iş. Yəni sadəcə kilsə deyil, məsciddə də eyni iş görülübdür. Danışdı şişman xoca 3 saatdan yuxarı. Hazır qıldı beyyətə mömin müsəlmanları. Beyyət də bildiyim qədərilə namaz qılmaq deməkdir. Xaç ilə keşiş çıxdı, müsəhfilə şeyxana. Çıxdılar istiqbala. Xaçla məzhəb yan-yana, qarnı tox tacirbaşı, dingildəyib gedirdi. Şeyxlərlə yanaşıb.
Yəni tacirlər şeyxlərlə yanaşı dincildiyib oynaya-oynaya gedirdi. İnsan əlindən yerə düşməzdi iynə atsan. Yalnız küçələr deyil, evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar mazğallı divarlara, boylanıb dururlardı ürkək, zəif, avara. Dam üstündə qızların, solğun dodaqlarında, boylanan gəlinlərin ıslaq yanaqlarında, solan hüznün yerində indi vardır bir maraq. Nə çiçəklər yetirir bu qan qoxulu torpaq. Sayılırkən əvvəldən bir ölkənin pənahı, buradan o tərəfə diqqət edirək, qarışmışdı xalqına ölkənin məğlub şahı. Hələ ki, buradan buraya qədər olan hissədə istiqbalın hazırlanmasında keşişlərin, şişman xocaların, hətta tacirlərin necə hazırlaşdığını göstərir. Buradan buraya qədər olan hissədə əhalinin necə hazırlaşdığını göstərir. Yalnız küçə deyil, evlərdə də bir maraq var idi ki, bu qalib hökmdar kimdir? Uşaqlar, oğlan uşaqları xüsusilə ürkək, zəif, avara şəkildə divarlara dırmaşıb baxırlar. Qızlar damın üstünə çıxır. Gəlinlər boylanırlar bir tərəfdən ki, görsünlər bu maraqdır, gələn kimdir. Və şair bir növ qəzəbli şəkildə deyir ki, nə çiçəklər yetirir bu qan qoxulu torpaq. Və daha sonra hökmdarı nəzərə gətirir. Çünki hökmdar da bunların içərisindədir. Əvvəldən deyir sayılarkən bir ölkənin pənahı. Ölkənin pənahı kim imiş? Məğlub şah. İndi xalqın içinə qarışıbdır ölkənin məğlub şahı. Şahın bu gün ağır daş asılmışdı boynundan. Çıxmayırdı əlləri xələtinin qoynundan. Keçən gündə edərkən Allahlıq iddiası, yəni bu hökmdar da özünün bu sülh dövründə xalqına qarşı bir Allahlıq iddiası eləyirdi. İndi bu son cəlala kəsildi, durdu asi. Gir yerə, ey padişah, sənin bu boş başından nələr çəkdi məmləkət? Bir soruş göz yaşından. Yəni burada hökmdarın göz yaşından şahid soruşmasını istəyir ki, nələr çəkibdi bu məmləkət? Və sırf 4-cü hissədə insanların bu qalib şaha necə hazırlaşacağı vurğulanıbdır. Məsciddə, keşişin yanında, tacirbaşılar, uşaqlar, qız gəlinlər və qalib şah. Qalib şah əlləri cibində gəzirmiş. Qalib şahın keçmişini bizə xatırladır şair ki, bəs əvvəl Allahlıq iddiası eləyirdi. İndi isə solğun, sakit, səssiz, gözündən yaş axa-axa gəzirdi. Və bu gözündən yaş axmasını şair soruşur ki, bu göz yaşından bir soruş gör. Nələr çəkdi məmləkət sənin bu boş başından? Gələk 5-ci hissəyə. 5-ci hissədə deyir ki, açıldı bayraqlar, çalındı boru. Fələk görməmişdi bu vurhafırı. Toz ərşə dayandı, göy dumanlandı, torpaq şaxə qalxdı, toz da canlandı. Qıvrıla-qıvrıla boz bir əjdaha, gəlirdi salama büzülmüş şaha. Qaçdı məğlub şahın bəti bənizi, coşdu, dalğalandı insan dənizi. İstidən bayla, tərdən boğula, birdən bütün başlar çevrildi yola. Gözlər qıyılaraq qaşlar çatıldı, qələnin bürcündən toplar atıldı. Artıq qalib şah yavaş-yavaş gəlir. Yəni 5 məclis oxuduq burada hissə-hissə. Ölkənin tutulmasını biz gördük, ölkənin səhərsi günü olan hadisələri biz gördük. Biz ölkədə gələrkən insanın xasiyyətini, xarakterini 3-cü hissədə daha yaxşı şair qələmə aldı. 4-cü hissədə keşişdə, məsciddə, həmçinin tacirlərin elədikləri, orada olan uşaqlar, qız gəlinlərin marağı, həmçinin məğlub şahın başına gələn hadisələr burada öz əksini tapıbdı. 5-də isə artıq qalib şah gələrkən məğlub şahın üzünün, bədbənizinin ağarması və insan dənizinin dalğalanmasını biz görürük. Havanın isti olmasına baxmayaraq bütün başlar yola çevrilir və gözlər axtarır ki, qalib şah gəlsin və bu əsnada qələnin bürcündən toplar atılmağa başlayıbdır. Və keçək digər hissədə. Görək hadisələr necə baş verir. Nədənsə qatilləri boğmayırmış göz yaşı. Yuxarıda qeyd olunmuşdu axı, məğlub şah
göz yaşı var idi və ondan soruşmasını istəyirdi ki, sənin bu boş başından nələr çəkdi məmləkət. Amma deyir ki, niyəsə qatilləri boğmayırmış göz yaşı. Gəldi uğursuz xaqan. Bu qalib hökmdarı şair uğursuz xaqan adlandırır. Əyildi xalqın başı. Baxaraq azğın qan daman gözləri ilə ürəkdən məğlub şahın əyləndi sözləri ilə. Qalxdı başlar səzdədən, başladı çirkin hesab, dodaqlar üzəngidə, öpüldü çaxçur corab, samur kürkün ətəyi öpüldükcə març, ayini təqdis etdi, məshəf ilə qızıl xaç. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökmdarın 5 tuğlu baş vəziri yetirdi məğlub şaha. Hal-hazırda iki yerdə onun uğursuz xaqan, uğursuz hökmdar olduğunu şair vurğulayır və baş vəziri gəlir. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökmdarın 5 tuğlu baş vəziri. Baş vəziri deməli ağsaqqal bir qocaymış. Və gelir məğlub şaha xaqanın buyruğunu deyir. Malın, mülkün bizimdir. Aman da ancaq canın, qarşı çıxdın xaqana, tutmadı, söndü baxdın. Qılınc çaldıq, qazandıq, bizimdir tac və taxtın. Yaşasın bağırtısı, qopduqca hər bir yandan, hərəkət əmri verdi, lələkli baş komandan. Deməli, baş vəzir gəlib məğlub şahın qarşısına, məğlub şahın axı bədbənzi ağarmışdı, qorxmuşdu, rəngi qaçmışdı. Deməli, bu baş vəzir də gəlib deyir ki, malın mülkün bizimdir, sənin ancaq bir dənə quru canın var və qılınc çaldıq, qazandıq, bizimdir tac və taxtın. Və bu sözü deyəndən sonra hər yerdə yaşasın sözü uzalır və lələkli baş komandan da qoşuna hərəkət əmri verir və gedir. Beləcə əski parça bir çırpma ilə atıldı. Bütün bu ölkə xalqı çox ucuza satıldı. Yoxsullar boğularkən bu qanlı yaslı vayda, xaqan dalmışdı eyşə bağlardakı sarayda. Mərmər sütunlu qəsrin sarmaşıqlı eyvanı, çıraqlarla bəzənmiş, nurladırdı hər yanı. Çiçəkli köşkü axşam bəzətmişdi əski şah. Xaqan demişdi, indi kef etməmək bir günah. Mənim sadiq vəzirim, gəl baxaq hesaba. Vəzirimin saqqalı boyansın bir şəraba. Burada baş vəzir boş-boşuna deməmişdi ki, malım mülküm bizimdir. Xaqan yoxsulların bu qanlı yasını, vayını heç bir əhəmiyyət vermədən gedir bağa. Bu bağda əski şahın tərəfindən bəzədilmiş çox gözəl bir qəsrdir və Xaqanın nitqini biz burada görürük. Xaqan nitqində nə deyir? İndi deyir, günahdır kef eləməmək. Kef eləməliyik. Və mənim sadiq vəzirim. Baxaq hesaba, yəni elədiklərimizə bir baxaq və vəzirimin saqqalı boyansın bir şəraba. Bu o deməkdir ki, artıq əyləncə lazımdır bizə. Keçək ikinci hissəyə. Göstərdilər Xaqana kəsmə telli bir qızı. Dedilər ki, bu Sara ölkəmizin ulduzu. Fərqi yox, qoy süzülsün, baxsın belə dərindən. Nə onlar sərxoş baxış Saranın gözlərindən. Kim ki Saranı gördü, çəkdi yanıqlı ah. Bir şey qanmadı ondan, o qəlbi kor padişah. Parlayan aləmləri anlarmı qan içənlər? Nə bilir çiçək nədir? Kor gəlib, kor keçənlər. Bunlar da bədii sualdır. Oxusun, əmri çıxdı. Sara coşdu bir daha. Can verən sərxoş gecə, ölürkən yorğun, əzgin. Coşdu qızın səsində, ölkədə qaynayan kin. Boş yerə bir ölkənin haqsızca axan qanı Saranın dodağında canlandı, oldu mahnı. Yəni bir ölkənin boş yerə haqsızca qanı axdı və bunlar Saranın dodağında yenidən canlandı və mahnı oldu. Bu hissədə bundan söhbət gedir. Çünki burada Xaqan demişdi, axı vəzirimin saqqalı boyansın bir şəraba. Əyləncə istəyirdi və bu əyləncəni gətirmək üçün Saranı gətiriblər. Saranı ölkəmizin ulduzu olaraq təqdim edirlər. Amma bu sərxoş baxış, bu kör padişah Saranın gözəlliyindən, səsindən təbii ki də heç nə anlamayacaqdı. Və Sara dodağında
Canlanar mahnının sözlərində bir ölkənin boş yerə haqsızca axan qanı var idi və ölkədə qaynayan kin qızın səsi ilə coşmağa başladı. Və biz yuxarıda əvvəl dedik, epik növdə əslində poema epik növdədir, tərkib əsaslı, amma lirik təqdimat da olur. Bax, lirik təqdimat məhz burada öz əksini tapıbdır. Şərqisinə diqqət edək, görə şərqidə nə var? Mən ki səndən doymamışdım. Quş qonmağa qoymamışdım. Bir almanı soymamışdım. Kim sənə kəc baxdı, bağlar. Darğınam mən belə baxda. Ürəyim qan laxta-laxta. Kim ki, bax ki kimlər çıxdı taxta. Küstü kimin baxdı, bağlar. Çıxmamış gün atmamışdan. Qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan. Qanlı kəfən taxtı bağlar. Fikir verirsinizsə, Bağlar rədifli bu şeir kədər üzərində qurulmuş bir şeir idi. Sonra susunca Xaqan xırıldayıb bağırdı. Xaqanın artıq ikinci nitqini görürük. Hey, mən Saranın əlindən istərəm bir qədəh mey. Bunu kim istəyir? Xaqanın xırıltılı səsi ilə dediyi nitqi. Yəni, Xaqan istəyirdi ki, özü Saranın əlindən bir qədəh içsin. Burada şair Sara haqqında da bizə informasiya verir. Bir oxla ayrılmışdı Sara nişanlısından. Düşündü, intiqam al, gəl onun qanlısından. Arqunu görməmişdi son nəfəsdə gülərkən. İndi görmək istədi cəlladını ölərkən. Fırlatdı bir qəhqəhə, çılğınca baxdı birdən. Arqun, sən olmadıqda yaşayaram mən necə? Arqun yetiş, hardasan? Qaldır mənim qolumdan, qurtarım öz yurdumu həqarətdən, zülmdən. Yəni, Arquna müraciət edir ki, gəl mənə kömək elə, mənim qolumdan qaldır, yurdumu həqarətdən, zülmdən qurtarım. Bu da Saranın nitqində var. Sara süzdü bir daha, əlində gülgün qədəh. Rəqqasələr də qalxıb, başlayınca süzməyə, iti bir hərəkətlə zəhər qatdı qızməyə. İndi onun halını gücdür gətirməkdilə. Yəni, qız atarkən hansı hisslər keçirdiyini bir özü bilir, bir Allah. Ürək çırpıntısından çapqınlandı mey belə. Yəni, mey belə o ürək kimi atdı, qalxdı. Yəni, çırpındı. Qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Yəni, düşmən şahın yanına gedərkən itirmişdi özünü, bir növ titrəyirdi bədəni. Qansız dodaqları ilə öpdü şahın əlindən. Buyursun padişahım, zorla çıxdı dilindən. Sən çoxdan içməliydin bu gülgün zəhri, ey şah, şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Və Saranın qəhrəmanlığı burada vurğulanıbdır. Xaqanın Sara tərəfindən mey içməsini istəyərkən Saranın ardına Arqunun, yəni nişanlısının necə ölməsi gəlir gözünün qabağına və Arqun bir oxla ayrılmışdı, yəni nişanlısı bu formada ölmüşdü və Arqundan bir növ xahiş edir ki, mənə güc ver, qüvvət ver ki, mən yurdumu xilas eləyim. Və zəhri atarkən də həyəcan içərisində idi, amma buna baxmayaraq edir və şahın əllərindən öpərək buyursun padişahım deyir və sonra deyir ki, sən çoxdan içməliydin bu zəhəri və şahmarı sağ buraxmaq, öldürməmək bir günah idi. Keçək növbəti hadisəyə. Şahı ölmüş görəndə açılan gülgün səhər, yəni şah nə vaxt ölübdür? Səhər açılanda şahı ölmüş görürlər. Qarışdı məclis bütün, qaçışdı rəqqasələr və ayaqlandı bütün xalq. Arvad, uşaq, qocalar çarpışdı son gücü ilə. Düşmən oldu tarimar. Bir qızın hümməti ilə gözəl qız həmin ölkə dustaqdan azad oldu. Bax, buradakı gözəl qız xitabı müraciətdir. Təbii ki, söhbət Saradan getmir. Bu hadisələr gözəl bir qıza həsr olunubdur. Dustaqdan azad oldu. Sara adı xalq üçün ən sevimli ad oldu. Azadlıq eşidincə gülümsəmə belə şad. Yəni azadlıq sözü gələndə adamın gülməyində belə şadlıq olur.
Saranın məmləkəti azaddır, amma köhnə mənada azad. Orada hər şey asılı qan içən bir kraldan. Sor orada hürriyyəti baftalı generaldan. Yoxsullar o ölkədə özgəyə can vermədə, yəni yoxsullar döyüşə gedib özgəyə can verirlər. Hürriyyətin barını tox qarınlar dərmədə. Yəni azad olublar. Amma azadlıqda nə edirlər yenə? Deyə soruş oradan hürriyyəti baftalı generaldan. Yoxsullar generalların tabesindədir, əskər formasında ölkədə özgəyə can verirlər. Gedirlər, döyüşürlər, yenə ölürlər. Amma hürriyyətin barını, bu meyvəsini tox qarınlar yeyirlər. Sən ancaq istibdadın eşitmisən adını. Bax alnımda izi var, görmüşəm mən dadını. Bir bu süzgün baxışla gün düşən dağlara bax. Mən bu yaşıl dağlardan illərcə düşdüm İraq. Əhməd Cavad vətəndən uzaq düşməsini sonda qeyd eləyir ki, o dağlara bax, mən o yaşıl dağlardan illərcə düşdüm İraq. O qanlı günlər hara, bugünkü günlər hara. Yəni Saranın dönəmini danışır, bir də indi öz olduğu dönəmindən danışır. Gözəl qız. Yenə bu müraciət olunur həmin qıza. Yaxşı vaxtda başladın gül açmağa. Bugün sənin yurdunda nə qul vardır, nə ağa. Sən bu sərbəst göylərin sərbəstcə ulduzusan. Yəni indiki dönəmin daha yaxşı olduğunu vurğulayır qıza ki, sənin artıq dönəmində nə qul var, nə ağa var, sən göylər kimi sərbəst bir yerin, elə sərbəstcə də ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan. Sərbəstdir alnındakı qıvırcıq tellərində. Sərbəstdir sənin kimi gün görmüş ellərində. Elə isə bir də coş. Səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara? Susmaq hara? Və bununla da əsər bitir. Gözəl qıza müraciət edir ki, indiki dönəm daha rahatdır. Sərbəst göylərin, sərbəst ulduzusan. Sərbəstdir alnındakı telin, sərbəstdir sənin kimi gün görmüş ellərində. Sadəcə keçmiş zamanlarda belə bir hadisə olubdur və bir qızın hünəri ilə o ölkə azad olubdur. Həmin qız da Sara idi. İndi əsərdə bizə verilən hissiyə baxaq. Nə deyir? Deyir, əsər hansı mövzuda yazılıbdır? Bu sualın cavabını biz bu hissədə görəcəyik. Şair bu mövzuya müraciət etməsinə də səbəb sizcə nədir? Baxaq. Əhməd Cavadın iri həcmli əsərlərindəndir Səsli qız poeması. Və toxunulan məsələlər hansılardır? 1. Vətənə məhəbbət. Təbii ki də var. Azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması. 2. İşğalçılara dərin nifrət əsərin hər səhifəsinə diqqəti cəlb edibdir. Deməli, Səsli qız poemasında bir azadlıq, bir də işğalçılara nifrət var. Əhməd Cavadın bir vətəndaş və şair kimi milli azadlığa böyük önəm verdiyi məlumdur. Demək ki, bu mövzuya müraciət etməsinə səbəb milli azadlığa böyük önəm verməsi idi. Hansı mövzuda yazılıbdır? Vətənə məhəbbət mövzusunda, işğalçılara nifrət mövzusunda yazılmışdır. Bəs poemadakı obrazlar hansı səciyyəvi xüsusiyyəti ilə seçilir sualının cavabına nəzər salaq. Əsər epik təsvirlərə geniş yer verilsə də, yadda qalan insan obrazları da yaradılmışdır. Bu obrazların əksəriyyətinin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilmişdir. Yəni 2-3 kəlməni biz onun necə insan olduğunu görürük. Bu, eləcə də əsərdəki yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan veribdir. Oxucunun diqqətinə daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı olan Saradır. Şair əsərin ilk səhifəsindən oxucunu Səsli qız adlandırdığı bir qızla tanış edir. O gözəl qız dediyi bir qızla tanış edir. Bu gözəl qız gözəl səsi ilə şairi heyran edibdir. Sənin səsin gözəl qız, səslərin ən gözəli. Eşitmədim belə səs, dünyanı dinləyədir. Yəni Əhməd Cavad gözəl səsi olan bir qızla qarşılaşır və həmin gözəl səsi olan qıza daha gözəl səsi olan illər əvvəl Sara haqqında məlumat verir ki, Saranın da səsi gözəl idi və başına belə bir hadisə gəlmişdi. Amma bu fikir əsərdəki o gözəl qız üçün nəzərdə
tutulmuşdu. Davam edək. Sonraki təsvirlərdən aydın olur ki, bu qızın səsindən şairi cəlb etməsi təsadüfi deyilmiş. Qızın səsi şairə ona görə güclü təsir edibmiş ki, o belə gözəl səsin insanı zülmündən, ölümdən xilas edə biləcəyindən xəbərdar imiş. Yəni gözəl səs bir ölkəni ölümdən xilas edibdir. Şair kitablarda, tarixlərdə Sara haqqında oxuduğu əhvalatı səsli qıza danışıbdır. Poemanın sonraki səhifələrindən məlum olur ki, Sara vətənini dərin məhəbbətlə sevən, xalqın azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli bir qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri, kim idi yaltaq həmyerliləri? Şeyx idi, oranın adamları idi, Saranı təqdim edənlər. Onu keyf məclisinə gətirirlər və qalib hökmdara ölkəmizin ulduzu adı ilə təqdim edirlər. İşğal olunmuş ölkədə baş verən qırğın, dağıntı bu qeyrətli qızı sarsıdır. Dodaqlarının qanı qaçan, solğun bənizli Sara yas içindədir. O rəqs etməyə, mahnı oxumağa məcbur edilir. Sara oxuyur, onun səsində ölkədə qaynayan kin, mahnının sözlərində isə doğma yurda məhəbbət öz əksini tapıbdır. Səsində kini hiss eləyirik, sözlərdə isə vətənə məhəbbət var. Saranın qandisən hökmdarı zəhərləyərək öldürülməsi ümumxalq üsyanının başlanmasına və nəticəsi də qeyd olunubdur. Nəticədə ölkənin işğaldan azad edilməsinə səbəb olubdur. Qalib hökmdarımıza baxaq. Qalib hökmdar nə edibdir? Qalib hökmdar personajı əsərdə az görsənibdir. Oxucu onu qədərincə tanıya bilibdir amma, az olsa da. Qanlı əməlləri onun haqqında ətraflı təsəvvür yaradır. Fikir verirsinizsə, gəlir və demişdi ki, Sadiq Vəzlimin saqqalı şəraba bulansın. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirən xaqan, yad içində olan yerli adamları ertəsi gün bayram keçirməyə məcbur edibdir bu xaqan. Poemadakı təsvir və işarələr bu obrazı əhatəli təhlil etməyə, müəllifin və ona münasibətini aydınlaşdırmağa imkan vermişdir. İşarə deyəndə də nəyi nəzərdə tuturlar? Uğursuz xaqan adlandırmağı. Bəs məğlub hökmdar necə? Məğlub ölkənin hökmdarı, varlı adamları, din xadimləri barədə poemada deyilənlər onların xarakter əməlləri üçün səciyyəvi cəhətləri müəyyənləşdiriblər ki, bunlar yaltaq insan imiş. Bəs əsərdə bədii xüsusiyyətlərlə diqqəti cəlb edən kimlərdir, nələrdir? Baxın, yəni formasını bizdən istəyir. Bitkin kompozisiyası var, maraqlı süjet xətti var və poema orijinal məcazlarla dilinin aydınlığı ilə diqqəti cəlb edibdir. Səsli qıza müraciətlə deyilənlərin əks olunduğu ilk səhifələr poemanın proloqu sayılır. Proloqda kompozisiyaya aiddir. Bunun ardınca əsas hadisənin təsviri başlanılır. Yəni proloqdan sonra əsər başlanılır. Və əsər sona dək gərgin vəziyyətdə və intizarda saxlanılır təsvirlər oxucunun. Əsərdə obrazlığın təmin edilməsində məcazların xüsusi rolu var idi. Görək hansı məcazlar var. Səsli qızın qeyri-adi səsini billur kimi səsə bənzədiblər. Ölkənin ağır vəziyyətini qanlı mühasirə, hıçqırıqlı diyal şəklində veriblər ki, bu da onun bədiliyinin artırılmasına kömək olmuşdur. Bəs əsərin ideyası nədir? Poema ideya məzmununa görə zəngindir. Vətənin düşmən hücumundan müdafiə edilməsində vətəndaşın şərəfli işi olması, ölkənin müstəqilliyi, xalqın azadlığını heç nə ilə əvəz etməyin mümkün olmaması, insanlığın əzilməsinin, insan qəddarlığının məhv edilməsinin yol verilməzliyi əsərin əsas ideyasıdır. Poemanın dərin ictimai-siyasi məzmununu duymaq çətin deyil. Şair tarixlərdə oxuduqlarını yox, vətənində 1920-ci ildə gördüklərinin onda yaratdığı təsiratı ürək ağrısı ilə, hiddət, qəzəb və dərin hissi ilə qələmə alır ki, sonda o yaşıl dağlar deyir, əvvəl bizim idi, mən də oradaydım. Poemadakı məğlub ölkədə baş verənlərlə azadlığı əlindən yenicə alınmış ölkəmizdə müşahidə olunanlar arasında oxşarlıq da təbii ki çoxdur. Suverenliyə, azadlığa qəsd edilmiş Azərbaycan xalqı milli dövlətinin devrildiyi günü bayram etməyə təhrik olundu. Yəni Azərbaycan SSR-nin tərkibinə keçməyə tabe olundu. Bununla da əsər bitdi. Əgər əsərlə bağlı hər hansı bir sual sizə qaranlıq qalıbsa, şərh bölməsində qeyd edə bilərsiniz. Videonu da bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.